Qabal kənd sakinləri bir neçə müddətdir ki, içməli su qıtlığı ilə üz-üzə qalıblar. Kəndimizin suyu yoxdur, su problemdir, su işinə baxan yoxdur, bizə baxmırlar vəbşi. İnsanlar çox əziyyət çəkir, su bəzisinə çatır, bəzisinə çatmır. Laqadixi Bələdiyyəsinin Qabal kənd sakinləri bir neçə ay bundan öncə baş vermiş sel fəlakətindən sonra içməli su qıtlığı ilə üz-üzə qalıblar. Hazırda Laqadix rayonunun Qabal kəndində su problemi yaşanır. Su probleminin yaşanmasına əsas səbəb də yenə 2 ay əvvəl yaşanan su fəlakətidir. Su fəlakətindən sonra deyilənə görə Qabal kəndinə gələn əsas su damarlarını, sel suları qum və daşla doldurdu. Bu səbəbdən artıq Qabal kəndinin arıqlarında, su arıqlarında su axmır. Eyni ilə Qabal kəndinin bulaqlarında da artıq su tamamilə quruyub. Sakinlərin sözlərinə görə baş verən sel fəlakətindən sonra həyətlərdə olan su quyuları quruyub. Hazırda kənddə olan mövcud artezan quyuları isə kəndin tələbatını ödəmir və sakinlər çox çətinliklə müxtəlif nəqliyyat vasitələri ilə evlərə su daşımalı olurlar. Nəqliyyatı olmayan ailələr isə ümumiyyətlə çətin vəziyyətlə üz-üzə qalırlar. Kəndimizin suyu yoxdur, su problemdir, su işinə baxan yoxdur. Küçələrdə çəkmişlər, suyu buraxmırlar, işləyə, kəndə qıran gələ. Necə su işidir, problem sat. Bir də ki, siftələr də gəldi, su bütün hər yeri yüdü apardı. Nə qayrasıyıq? Heç köməkli zat da olmadı. Bu qədər 4 kəndin burada ortada bu böyük məktəbin yanında bir dənə artizan, düzgün artizanımız yoxdur. Bu da şirakla gəlir, insanlar çox əziyyət çəkir. Su bəzisinə çatır, bəzisinə çatmır. İnsanlar hətta paltar falan yeməyə də buradan daşıyır. Yeməyə, içməyə, çaya, hamısına bu su bizə çox çətinlik verir. Kənd sakinləri aidiyyatı qurumları təcili məsələyə müdaxilə etməyə və kənd sakinlərini içməli su ilə təmin etməyə çağırırlar. Tələbimiz odur ki, xahiş edirik sizdən bir əncam eləsinlər. Bu qədər 4 kəndin burada əziyyəti çox çətindir, çox. Yerli hökumət nümayəndələrindən xəbər portalımıza verilən məlumata əsasən hazırda su kanallarının təmizlənməsi istiqamətində işlər aparılır və yaxın vaxtlarda kənd sakinlərinin içməli su ilə təmin olunması gözlənilir.